Bir dəfə belə bir hadisə olmuşdu. Bu biraz dramatikdir. Hardasa 10-12 yaşında qız uşağıdır. Supraventrikulyar taxikardiyası var və diaqnoz qoyulmayıb əslində və bizə gəldi. Xəstənin vəziyyəti çox ağırdı, ürəyi o qədər sürətli atır ki, yəni dinləyə bilmirsən. Tut bu şəkildə atır. Hardasa dəqiqədə 250-nin üstündə atır. Və uşaq deyir ki, mən nəfəs ala bilmirəm, danışa bilmir və bunun bir tədavisi var və əslində bu tədavi bizim üçün çox önəmli, çox əlzəm, uşaq üçün də çox önəmli və çox əlzəmdir. Amma hər mərkəzdə, hər xəstəxanada bunun tədavisini eləmək olmur. Yəni bunun üçün üst mütəxəssis gərəkir. Və qızımız təngnəfəsdir, tez-tez tərləyir, artıq çox halsız, çox düşkündür. Biz bu dərmanı uşağımıza uyguladıq və bu dərman əslində çox sehirli bir dərmandır. Adını çəkmirəm təbii ki də. Və bu dərmanı uyguladığımız anda ürək döyüntüləri hızlı bir şəkildə normala düşür. Məsələn, dəqiqədə 250 atırsa, birdən-birə qırılma olur, ritm normala gəlir, 120, 100, 90 və uşağımız demək olar ki, danışa bilmirdi və nəfəs almaqda çətinləşirdi. Normal səviyyəyə gəldiyi zaman bizim ekipmana alqışladı və dedi ki, siz mənim qəhrəmanımsınız. O anda həqiqətən də özümüzü çox qəhrəman kimi hiss eləmişdik və o zaman mən düzdür, çox bu dönəmlərdə, bu situasiyalarda olmuşuq və o an həqiqətən də mən özümü öz ekibimizlə birlikdə qəhrəman kimi hiss eləmişdim və çox gözəl duyğuydu və uşaq toparladı və bizə sarıldı və bizi alqışladı. Bu bizim üçün çox gözəl bir xatirə olaraq qaldı.